Bismillahirrahmanirrahim. Salam. Əziz valideynlər, bir bağban ağac əkmək istədiyi zaman müəyyən qayda qanunlara riayət edir. Bu ağacın münbit şəraitə ehtiyacı var. Bəzi şəraitlər var ki, bu ağacın inkişafına zəmin yaradır və bəzi maneələr var ki, bu ağacın inkişafının qarşısını alır. Bağban münbit torpağı həmin şəraitdən bilir. Bağban bilir ki, hansı fəsildə ağacı əkmək lazımdır. Hansı ağacı hansı fəsildə əkmək lazımdır. Bağban bilir ki, ağaca nə vaxt, nə qədər, necə su vermək lazımdır. Sözün qısası, əgər bir ağacın bar verməsini istəyirsə, müəyyən qayda qanunlara riayət olunmalıdır. Bugün bəzi universitetlərdə bakalavr pilləsində torpaqşünaslıq fakültəsi var. Tələbələr 5 il ərzində torpağın necəliyini və torpaq haqqında müəyyən məlumatları əldə edirlər, öyrənirlər, buna vaxt sərf edirlər. İnsan torpaqdan da, ağacıdan da mürəkkəb bir varlıqdır. Bağban ağacın bar verməsi üçün lazım olan şəraiti hazırlayır, bar verməsi üçün lazım olan ehtiyacları ödəyir. İnsan mürəkkəb bir varlıqdır, yəni həm cismi var və həm ruhu var. Cisminin özünə xas tələbatı var, ruhunun özünə xas tələbatı var. İnsanın bu tələbatı düzgün həddində, lazımi səviyyədə ödənilməlidir ki, insan onun üçün olan hədəfə, yəni kamala çatmış olsun. Övlad tərbiyəsi bu cəhətdən zəruridir. Bir ağac əkmək üçün müəyyən məlumatları biz əldə etməliyik. Hər şəxs ağac əkə bilməz. Bunun üçün müəyyən qayda qanunlar vardır. Övlad tərbiyəsi ilə də məşğul olmaq üçün müəyyən biz qayda qanunları bilməliyik. Əgər istəyiriksə, övladımız onun üçün təyin edilmiş hədəfə çatsın. Övlad elə bizim özümüzdür.